Yer kürəsində maqnit qasırğası gözlənilir. Həkimlər də meteo həssas insanlara ağır işləri təxirə salmağı məsləhət görür. Ardını Hürəliyeva davam etdirir. Hazırda günəşdə aktivlik müşahidə olunur, alışmalar yerə tərəf yönəlir. Nəsrəddin Tuysi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirdilər ki, hazırda günəşdə maqnit qasırğası var. Bu da günəşdə aktivliyin azalması deməkdir. Ancaq buna baxmayaraq gün ərzində günəş səthində 4-5 dəfə partlayışlar baş verir. Lakin bu partlayışların hamısı yerə doğru yönələ bilmir. Çünki yerlə günəş arasında 150 milyon kilometr məsafəni hər iki planetin hərəkət etməsini nəzərə alaraq yerə çatma ehtimalı çox azdır. Noyabrın 2-dən 5-nədək bu hadisələrin təsirindən yerdə geomaqnit qasırğası gözlənilir. Maqnit qasırğasının isə insanlara təsirsiz ötüşməyi mümkün deyil. Bu təsir özünü ən çox qan təzyiqi yüksək olan insanlarda göstərə bilər. İnsult keçirmiş insanlar da qasırğaların təsirinə meyilli olur. Həkimlər isə bu müddət ərzində sağlamlıq durumunun profilaktikası üçün ağır işləri təxirə salmağa məsləhət görürlər. Bildirirlər ki, belə havalarda insanlar daha çox qapalı ev mühitində olsalar, onlar üçün daha yaxşı olar. Əks halda nəticə ürəkaçan olmaya bilər. Maqnit qasırğasının təsirini zərərsizləşdirmək üçün daha çox meyvə-tərəvəz məhsullarından istifadə etmələri tövsiyə olunur. Bu nöqteyi nəzərdən bu qism xəstələr həmin dövrlərdə açıq havada olmaqdan yayınmalıdırlar. Daha çox ev şəraitində günlərini keçirməlidirlər və müəyyən antioksidantlardan, deməli, təzə meyvə tərəvəzdən istifadə etmələri daha məqsədə yönlüdür. Daha çox belə dövrlərdə insanlar baş ağrıları, ümumi süslük, halsızlıq, baş gicəlmələri, ürəkdə olan sıxıntıları hiss eləyə bilərlər. Maqnit qasırğaları zamanı həmçinin xroniki xəstəliklər kəskinləşir, hava dəyişikliklərinə qarşı həssas olan insanlarda baş ağrıları, ürək ritminin pozulması, yüksək stres qeydə alınır.